Salam, hər vaxtınız xeyir. Sizə bu videoda trigonometrik tənişlərin müxtəlif üsullarla həlli yarımbaşlığına aid sualların izahını verəcəm. Birinci başlıq, birinci suala görək nə deyir. Birinci sualda verilib ki, sinus 7x üstə gələk kosinus 2x bərabərdir mənfi 2. Tənliyini həll edin. Biz bilirik ki, sinus 7x müsbət 1-dən kiçik, mənfi 1-dən böyükdür. Eləcə də kosinus 2x müsbət 1-dən kiçik, mənfi 1-dən böyükdür. Bunlar tərəf-tərəfə toplasaq, mənfi 2-dən böyük sinus 7x üstə gəl kosinus 2x kiçik bərabər 2 alarıq. Onda belə çıxır ki, bu funksiya fikir verin bizə deyir ki, mənfi 2 olsun. Bunun da ən kiçik qiyməti mənfi 2-dir. Onda belə çıxır ki, bunlar mənfi 2 olması üçün ən kiçik qiymətlərini almalıdırlar. Onda yazırıq sinus 7x bərabərdir mənfi 1. Eləcə də kosinus 2x bərabərdir mənfi 1 olmalıdır. Hər ikisi eyni zamanda mənfi 1 olmalıdır ki, bu tənliyin həlli olsun. Bu tənişləri həll eləsək, 7x bərabərdir. Sinus mənfi 1'i alır. Deməli, mənfi pi bölü 2-də və yaxud da 2-də 3 pi də alır. Eyni şeydir. Yazaq 2-də 3pi üstə gələk 2pi n. Buradan alırıq x bərabərdir 14-də 3pi üstə gələk 7-də 2pi n. Digərində isə 2x bərabərdir. Kosinus mənfi 1'i alır. Deməli pi üstə gələk 2pi kada 2pi kada. Hər tərəfi 2-yə bölsək x bərabərdir. Pi bölünsün 2 üstə gələk pi k. Bu iki tənliyi bərabərləşdirirəm kökləri. 14-də 3pi üstə gələk 7-də 2pi n bərabərdir. Pi bölünsün 2 üstə gələk pi k. Bunu həll edirik. Hər tərəfi 14-ə vursam 3pi üstə gələk 4pi n bərabərdir 7pi üstə gəl 14pi k. Alıram 4pi n bərabərdir 4pi üstə gəl 14pi k alırıq. Hər tərəfdən, daha doğrusu hər tərəfi 2pi'yə bölürəm. Qalır 2n bərabərdir 2 üstə gələk 7k. Bunu da hər tərəfini 2'yə bölsək, n bərabərdir 1 üstə gələk 7 bölünsün 2 vurulsun k alırıq. Nəzərə alsaq ki, biz əvvəlcədən bu hər iki tənlikdə n-i də tam ədəd və k-nı da tam ədəd götürmüşdük. Onda belə çıxır ki, n tam olması üçün buradakı k 2'nin misilləri olmalıdır ki, 2 ilə k ixtisar gedə bilsin. Onda biz k-nı qəbul edirik ki, k daxildir və yaxud da k bərabərdir yazaq. K bərabərdir. Deməli 2 t şəklində olsun və burada da t daxildir tam ədədə. K-nı bildik 2t, gətirək yerinə yazaq. Bu yazdığımızda k-nın yerinə 2t yazıram. Olur x bərabərdir pi bölünsün 2 üstə gələk. K-nın yerinə 2t yazsaq alarıq 2 pi t. Cavab olur bu şəkildə və t də tam ədəddir. Bunu da veribdir A variantında. Sonra baxaq ikinci suala. Deməli, ikinci sualda nə verib? Sinus 5x çıxaq 2 kosinus 2x bərabərdir 3. Bu da aydın məsələdir ki, birinci tənliyimiz müsbət 1 olmalıdır. İkinci tənliyimiz də kosinus 2x mənfi 1 olmalıdır ki, müsbət 3 eləyə bilsin. Onda belə çıxır ki, yazmalıyıq sinus 5x bərabərdir 1 və kosinus 2x bu da bərabərdir mənfi 1 olmalıdır. Buradan 5x bərabərdir pi bölünsün 2 üstə gələk 2 pi n. 5'ə bölsək x bərabərdir pi bölünsün 10 üstə gələk pi n bölünsün, daha doğrusu 2 pi n bölünsün 5. Aydın məsələ ki, burada n daxildir tam ədədə. Digərində isə 2x bərabərdir mənfi 1'i aldığı yer pi üstə gələk 2 pi k-dır. Hər tərəf 2'yə bölsək x bərabərdir pi bölünsün 2 üstə gələk pi k. Bilirik ki, burada da k daxildir, tam ədəd olmalıdır. Və biz bunların
ortaq köklərini tapmalıyıq. Bəziləri bunları əkobla hesablayır, amma məncə biz yazdığımız üsul daha yaxşıdır və daha əlverişlidir. Onda bunları bərabərləşdiririk. Pi bölünsün 10 üstə gələk 5-də 2 pi n bərabərdir pi bölünsün 2 üstə gələk pi k. Hər tərəfi 10-a vursaq, alarıq pi üstə gələk 4 pi n bərabərdir 5 pi üstə gəl 10 pi k. Buradan alırıq 4 pi n bərabərdir 4 pi üstə gələk 10 pi k. Hər tərəfi 2 piyə bölsək, alarıq 2n bərabərdir 2 üstə gələk 5k. Bunun hər tərəfini 1 də 2-yə bölürəm. N bərabərdir 1 üstə gələk 5 bölünsün 2 vurulsun k olur. Biz demişdik n də k da tam ədəd olmalıdır. Yuxarıda qeyd eləmişik. Onda biz burada k-nın yerinə 2-nin misillərini yazmalıyıq. Yəni k bərabərdir 2 t olsun. T də daxildir tam ədəd. Həqiqətən də k-nın yerinə 2t yazanda onda belə olur. N bərabərdir 1 üstə gələk 5 t olur. T tam ədəd olanda n də tam ədəd olur. Daha doğrusu tam ədəd. Onda n də tam ədəd olur. Aydın məsələdir bu təhlildən. Və biz də şərtdə qeyd etmişdik. Nəysə, k-nın yerinə 2t-ni yazaq və yaxud da n-in yerinə 1 üstə gəl 5t-ni yaza bilərsiniz. Fərqi yoxdur. K-nın yerinə 2t yazsaq, alarıq x bərabərdir pi bölünsün 2 üstə gələk 2 pi t. Və burada t də daxildir tam ədədə. Deməli, ikinci sualda cavab oldu C variantı. Pi bölünsün 2 üstə gəl 2 pi n. Sonra baxaq növbəti üçüncü suala. Üçüncü sualda sinus kvadratı x çıxaq 2 kosinus kvadratı x üstə gələk 2-də 1 bərabərdir 0. Biz bilirik ki, sinus kvadratı üstə gəl kosinus kvadratı x bərabərdir 1 etməlidir. Onda sinus kvadratının yerinə bunun yerinə yaza bilərik. 1 çıxaq kosinus kvadratı x. Yerdə qalanları köçürürəm. 2 kosinus kvadratı x üstə gəl 2-də 1 bərabərdir 0. Buradan alıram 2-də 3 bərabərdir 3 kosinusun kvadratı x. Hər tərəfi 3-ə bölsək, kosinus kvadratı x bərabərdir 2-də 1 olmuş olur. Bunu da dərəcəni aşağı salma düsturundan yaza bilərik və yaxud da ki, yarım arqument düsturu da deyirik onu. Kosinus kvadratı x biz bilirik ki, 1 üstə gələk. Kosinus 2x bölünsün 2 deməkdir. Bərabərdir 2-də 1-ə. Buradan alırıq kosinus 2x bərabərdir 0. Kosinus 2x 0 olduğu halda 2x bərabərdir pi bölünsün 2 üstə gəlsin pi n'lər olmalıdır. Hər tərəf 2-yə bölsək, x də bərabərdir pi bölünsün 4 üstə gələk pi n bölünsün 2 və burada n də daxildir tam ədədə. Görək variantlardan harda var bu? Deməli, fikir verirsinizsə D variantında verilibdir biz yazdığımız. Sonra baxaq növbəti 4-cü suala. 4-cü sualda da kosinus kvadratı x yazaq. Kosinus kvadratı x üstə gələk 2 sinusun kvadratı x minus 2-də 3 bərabərdir 0. Kosinus kvadratının yerinə yazaq 1 çıxaq sinus kvadratı x. Yerdə qalanları köçürürük. 2 sinus kvadratı x minus 2-də 3 bərabərdir 0. Buradan alırıq, deməli, 1 çıxaq 2-də 3 üstə gələk sinusun kvadratı x bərabərdir 0. Sinus kvadratı x bərabərdir 2-də 1 alırıq. Bu da 1 çıxaq kosinus 2x bölək 2-dir. Bərabərdir 2-də 1-ə. Buradan yenə kosinus 2x bərabərdir 0 alırıq. Və bunu da həllini digər tərəfdə qeyd etmişdik. Da bir də yazmağa gərək yoxdur. X bərabərdir pi bölünsün 4 üstə gələk pi n bölünsün 2. Bunu da veribdir A variantında. Sonra baxaq növbəti 5-ci suala. Deməli, görək 5-ci sualda nə verib? 6 kosinus kvadratı x köçürüm 6 kosinus kvadratı x çıxaq kosinus 2x bərabərdir 5-ə.
Kosinüs 2 alfanın düsturunu yazaq yerinə. 6 kosinüs kvadratı x. Kosinüs 2 alfanın belə bir düsturu var. 2 kosinüs kvadratı x çıx 1 bərabərdir 5-ə. Bunu sadələşdirsək 4 kosinüs kvadratı x üstə gəl 1 bərabər 5-ə. Buradan kosinüs kvadratı x bərabərdir 1 almış oluruq. Kosinüs kvadratı x'in də yerinə 1 minus kosinüs, daha doğrusu 1 plus kosinüs 2x bölünsün 2 bərabərdir 1 yazırıq. Buradan da kosinüs 2x bərabər 1 olmuş olur. Sonra kosinüs 2x 1 olanda 2x bərabərdir 2 pi n'lər olmalıdır və burada n də daxildir tam ədədə. X də bərabərdir pi n'lərə. Deməli, burada cavab olur B variantı. Pi k da daxildir tam ədədə. Sonra baxaq növbəti 6-cı suala. 4 sinüs kvadratı 2x minus kosinüs 4x bərabərdir 5. 4 sinüs kvadratı 2x minus kosinüs 4x'in yerinə belə yaza bilərik. 1 minus 2 sinüs kvadratı 2x 2 qat arqument düsturundan bərabərdir 5-ə. Buradan alırıq 6 sinüs kvadratı 2x bərabərdir 6-ya. Yəni sinüsün kvadratı 2x bərabərdir 1. Bunu da yarım arqument düsturundan yazsaq 1 minus kosinüs 4x bölək 2 bərabərdir 1-ə. Buradan kosinüs 4x bərabərdir mənfi 1 alırıq. 4x də bərabərdir. Kosinüs mənfi 1'i alır pi üstə gələk 2 pi n'lərdə. Hər tərəfi də 4'ə bölsək x bərabərdir pi bölünsün 4 üstə gəlinsin pi n bölünsün 2 və burada n də daxildir tam ədədə. Görək hansı variantda verilibdir bu. Deməli Y variantında var. Sonra baxaq növbəti 7-ci suala. 7-ci sual. 7 sinüsün kvadratı 2x bərabərdir 1-ə. Tənliyini həll edin. 7 vuraq. Bunu yarım arqument düsturundan yazsaq. Daha doğrusu 7 deyil, bu 2 sinüs kvadratıdır. Bunu düzəldim. Aha, 2 sinüs kvadratı x. Bunu yarım arqumentlə də yaza bilərik. 2 qat arqumentlə də yaza bilərik. 0 bərabərdir 1 minus. Bunu keçirirəm sağ tərəfə. 1 minus 2 sinüs kvadratı 2x olur. 0 bərabərdir. Sağ tərəf aydın məsələdir ki, kosinüs 4x'in açılışıdır. Onda yaza bilərik 4x bərabərdir. Kosinüsün 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlinsin pi n'lərdir. X də bərabərdir pi bölünsün 8 üstə gəlinsin pi n bölünsün 4'dür. Və burada n də daxildir tam ədədə. Cavab olur deməli 7-ci sualda E variantı. Sonra baxaq növbəti 8-ci suala. 8-ci sual da eyni tipli sualdır. 2 kosinüsün kvadratı 2x bərabərdir 1-ə. Buradan alırıq 2 kosinüsün kvadratı 2x çıx 1 bərabər 0-a. Sol tərəf bilirik ki, kosinüs 4x'in açılışıdır. Bu bərabər 0-a. 4x də bərabərdir. Daha doğrusu heç bunu yazmağa gərək yoxdur burasını. Çünki eyni bir həlli biz burada yazmışıq. Kosinüs 4x bərabərdir 0. Alırıq burada da pi bölünsün 8 üstə gəl pi k bölünsün 4 D variantı. Sonra baxaq növbəti 9-cu suala. Verib 3 kosinüsün kvadratı 2x bərabərdir 4 sinus 2x üstə gələk 3. Deməli biz kosinüs 2x'i sinus 2x ilə ifadə etməliyik. Onda yazaq 3. Kosinüs kvadratı 2x'in yerinə yazıram 1 minus sinüsün kvadratı 2x bərabərdir 4 sinus 2x üstə gəl 3. Biraz da sadələşdirmələr aparsam 3 minus 3 sinüsün kvadratı 2x bərabər 4 sinus 2x üstə gəl 3. Sağ və sol tərəfdə 3'lər var deyə bunları islah aparıram. Və bir tərəfə keçirib qruplaşdırıram, yəni vuruqlarını ayırıram. Sinus 2x çıxarıram kənara. Yerdə qalır 3 sinus 2x plus 4 bərabərdir 0-a. Biz də bilirik ki, bunun həll olması üçün
Bir dəfə birinci mötərizə 0 olmalıdır. Yəni birinci ifadə 0 olmalıdır. Bir dəfə də ikinci vuruq 0 olmalıdır. Onda yazarıq sinus 2x bərabərdir 0. Bir dəfə də 3 sinus 2x bərabər üstə gələş 4 bərabər 0. İkincinin bilirik ki, həlli yoxdur. Çünki sinus 2x bərabər mənfi 4 bölü 3 alırıq. Bu da mənfi 1-dən kiçikdir. Onda belə çıxır ki, bunun həlli yoxdur. Birincinin həlli isə 2x bərabərdir. Sinusun 0 olduğu yerlər pnlərdir. X bərabərdir alırıq. Burada da pi n bölünsün 2. Yaxud da pi k bölünsün 2. Və burada n də daxildir tam ədədə. 9-cu sualda da cavab olur E variantı. Sonra baxaq növbəti 10-cu suala. Görək 10-cu sualda nədir? 10-cu sual da eyni tipli sualdır. Yazırıq. Deməli 2 sinusun kvadratı 2x bərabərdir 3 kosinus 2x üstə gələk 2. Bunları əlaqələndirmək üçün sinus kvadratı 2x-in yerinə yazaq 1 minus kosinusun kvadratı 2x bərabərdir 3 kosinus 2x üstə gələk 2. Sadələşdirmələr aparıram. 2 çıxaq 2 kosinus kvadratı 2x bərabərdir 3 kosinus 2x üstə gəl 2. Sağ və sol tərəfdən müsbət 2-ləri islah edirik. Bir tərəfə keçirib kosinus 2x-i kənara çıxarıram. Yerdə qalır 3. Deməli, üstə gələr 2 kosinus 2x bərabərdir 0. Birinci vuruq 0 olmalıdır. Kosinus 2x bərabər 0. Bir dəfə də ikinci vuruq 0 olmalıdır. Yəni 2 kosinus 2x üstə gəl 3 bərabər 0. Aydın məsələdir ki, ikincinin həlli yoxdur. Çünki buradan kosinus 2x bərabər mənfi 3 bölü 2 alırıq. Bu da mənfi 1-dən kiçikdir. Bunun həlli yoxdur. Birincinin həlli isə 2x bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölünsün 2, üstə gəlinsin pi n. Hər tərəfi 2-yə bölürəm. X bərabərdir. Pi bölünsün 4, üstə gələk pi n bölünsün 2 və burada n də daxildir tam ədədə. Bu da verilibdir A variantında. Sonra baxaq 11-ci suala. 11-ci sual görək nədir? Deməli 2 sinus kvadratı 2 sinus kvadratı x bərabərdir 3 kosinus x. Yenə sinus və kosinus əlaqələndirmək üçün sinus kvadratının yerinə yazıram. 1 çıxaq kosinusu kvadratı x bərabərdir 3 kosinus x-ə. Sadələşdirirəm. 2 minus 2 kosinusun kvadratı x bərabərdir 3 kosinus x. Hamısını bir tərəfə keçirsək 2 kosinusun kvadratı x üstə gələk 3 kosinus x üstə gələk 2 bərabərdir 0 tənliyini almış oluruq. Buradan kosinus x-ə bir dənə t deyirəm və t də daxildir mənfi 1 müsbət 1 aralığına. Çünki kosinus mənfi 1 müsbət 1 aralığında qiymətləri alır. Yəni bir parçasında. Deməli, onda alırıq 2t kvadratı üstə gələk 3t üstə gələk 2 bərabərdir 0-a. Bunu həll edək. Diskriminant bərabərdir b kvadrat çıx 4ac. Yəni 4 dəfə 2 8. 8-i də 2-yə vursaq 16. Əvvəla 2 burada sağ tərəfə keçəndə heç bunun işarəsini dəyişməmişik. Bunu da düzəldək. Diskriminantımız da mənfi çıxır ona görə. Bunu da düzəldək. Mənfi 2 eləyək. Mənfi 2. Onda bura üstə gəlir. Eləyir deməli 25. Sonra alırıq t1 bərabərdir. Mənfi 3 üstə gəlinsin 5 bölünsün 2a, yəni 4. Buradan alırıq 2-də 1. t2 bərabərdir. Mənfi 3 çıxaq 5 bölünsün 4 bərabərdir mənfi 2. Aydın məsələdir ki, biz bu ikincini götürmürük. Niyə götürmürük? Çünki kosinus mənfi 2 ola bilmir. Amma 2-də 1 ola bilir. Gətirək yerinə yazaq. Kosinus x bərabərdir 2-də 1. Tənliyini həll edirik. X bərabərdir plus minus pi bölünsün. Deməli 3 üstə gəlinsin 2 pi n-lərdə alır və burada n də daxildir tam ədədə. Yəni plus minus 60 dərəcələrdə almalıdır. Cavab olur burada A variantı. Sonra baxırıq növbəti 12-ci suala. 12-ci sual. Verib 3 bölək sinusun kvadratı x bərabərdir. Bu sağ tərəfdəkini belə yazaq. Deməli 2 üstə gəl 2 üstə gəl 1 kimi yazıram. Üstə gəl kotangensin kvadratı x-də var.
Baxın, bu 2 dənə cəmə biz bilirik ki, 1 bölünsün sinusun kvadratı x yaza bilərik. Onda əvəz eləyirik. Olur belə, 3 böl sinusun kvadratı x bərabərdir 2 üstə gələk 1 bölək sinusun kvadratı x. Buradan alırıq 1 böl, daha doğrusu sol tərəfə keçirsək 2 böl sinus kvadratı, 2 böl sinusun kvadratı x bərabərdir 2-yə və nəhayət sinusun kvadratı x bərabərdir 1 alırıq. Onda belə çıxır ki, yarım arqument düsturundan 1 minus kosinus 2x bölünsün 2 bərabər 1 olmalıdır. Buradan da kosinus 2x bərabərdir mənfi 1 alırıq. Kosinus 2x mənfi 1'i aldığı yerlər 2x bərabərdir pi üstə gəlinsin 2 pi n'lər olmalıdır. 2'ye də bölsək x bərabərdir pi bölünsün 2 üstə gəlinsin pi n və n də burada daxildir tam ədədə. 12-ci sualda da cavab oldu B variantı. Sonra baxaq növbəti 13-cü suala. 13-cü sual. 2 bölünsün kosinusun kvadratı x bərabərdir. 2'ni yazaq 1 üstə gəl 1 kimi. Yanında da tangens kvadratı var. Tangens kvadratı x. Bu 2 dənə cəm, bax bu işarəyə aldığım cəmlər bizə verir 1 bölək kosinusun kvadratı x-i. Aparaq yerinə yazaq. Olur 2 bölək kosinusun kvadratı x bərabərdir 1 üstə gələk 1 bölək kosinusun kvadratı x. Buradan alırıq 1 bölək kosinusun kvadratı x bərabərdir 1'ə və kosinusun kvadratı x də bərabər 1 olmalıdır. Yarım arqument düsturundan 1 üstə gələk kosinus 2x bölünsün 2 bərabərdir 1'ə və kosinus 2x bərabərdir 1 alırıq. Buradan da 2x bərabərdir. Kosinusun 1 olduğu yerlər 2 pi n'lərdir. X də bərabərdir pi n olur və n də daxildir tam ədədə. 13-cü sualda da cavab oldu E variantı. Sonra baxaq növbəti 14-cü suala. 14-cü sualda 3 kosinus x bərabərdir 2 kosinusun kvadratı x. Bir tərəfə keçirirəm. Qalır 2 kosinus kvadratı x çıxaq 3 kosinus x. Yəni bunu keçirdim bu tərəfə. 3 kosinus x bərabərdir 0'a. Kosinus x'i kənara çıxardıram. Yerdə qalır 2 kosinus x çıxaq 3 bərabər 0. Biz bilirik ki, hasilin 0 olması üçün bir dəfə bunu, bir dəfə də bunu 0'a bərabər etməliyik. Onda kosinus x bərabərdir 0'a. Bir dəfə də 2 kosinus x çıx 3 bərabər 0. Bu ikincinin həlli yoxdur. Çünki kosinus x bərabərdir 3 bölünsün 2 alırıq ki, bu da 1'dən böyükdür. Kosinus 1'dən böyük ola bilməz. İkincidə isə kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlinsin pi n'lərdir. Burada da deməli cavab olur B variantı 14-cü sualda. Sonra baxdıq növbəti 15-ci suala. 15-ci sualda sinus x üstə gələk kosinus x bərabərdir kök altında 2. Deməli bərabərdir kök altında 2. Biz bunu bir neçə üsulla yaza bilərik. Bu üsullardan biri kvadrata yüksəltməkdir, biri əlavə arqument daxil etməklə çevirməkdir və s. Gəlin bunu əlavə arqument daxil etməklə çevirməklə yazaq. Hər tərəfi, daha doğrusu trigonometri funksiyaları sadələşdirilməsində siz bilirsiniz ki, bunu belə yaza bilərsiniz. Kök altındakı, yəni bura 1'dir, burada 1'dir. 1'in kvadratı üstə gəl 1'in kvadratı. Vuraq sinus x üstə gələk. Arctangens bir dənə alfa yazsaq bərabərdir 1 bölü 1. Buradan alfa bərabər 45 olur. Yəni pi bölünsün 4. Bərabərdir kök altında 2'yə. Burada da kök altda 2 var, burada da kök altda 2 var. Bunlar islah olur, daha doğrusu ixtisar olur, gedir. Qalır sinus x üstə gələk pi bölünsün 4 bərabərdir 1'ə. Buradan x üstə gələk pi bölünsün 4 bərabərdir sinusun 1 olduğu yer pi bölünsün 2 üstə gəlinsin 2 pi n'lərdir. Buradan da alırıq x bərabərdir pi bölünsün 4 üstə gəlinsin 2 pi n və n də daxildir tam ədədə. Bunu da veribdir, deməli E variantında. Digər üsulu özünüz yazarsınız. Kvadrata yüksəltməklə sinus 2x gəlir və s. Sonra baxaq 16-cı suala.
16-cı sual. Köçürüm buradan. Deməli 15 bölək sinus 2 sinus 2 plus 1 bərabərdir 11 minus 2 sinus x. Bunu birinci tənasüb kimi həll edək. Ümumən gəl əvvəlcədən sinus x-ə 1 t deyək. Elə daha rahat olsun. Sinus x bərabərdir t-yə və t də daxildir mənfi 1 müsbət 1 aralığına. Onda alırıq 15 bölək t üstə gələk 1 bərabər 11 minus 2t. Tənasüb kimi vururam. 11 minus 2t vuraq. T üstə gələk 1 bərabərdir 15-ə. Buradan alırıq 11t üstə gələk 11 çıxaq 2t kvadrat çıxaq 2t çıx 15 bərabərdir 0-a. Alırıq 2t kvadratı. Deməli çıxaq 9t çıxaq 4 sağ tərəfə keçsə onlar üstə gələk 4 bərabərdir 0. Bunu həll edirəm. Diskriminant bərabərdir 81 çıx 4 asi 4 dəfə 2 8 4-ə vursaq 32 alırıq 49. T1 bərabərdir T1 bərabərdir 9 çıxaq 7 bölünsün 2a yəni 4 buradan alırıq 2-də 1. T2 də bərabərdir 9 üstə gələk 7 bölünsün 4 bərabərdir buradan alırıq 2. Aydın məsələdir ki bu ikinci həll ola bilmir çünki sinus 2-yə bərabər ola bilməz. Deməli 2-də 1 ilə davam edirik. Gətirib yerinə yazıram. Sinus x bərabərdir 2-də 1 tənliyin həll edirik. Buradan x bərabərdir mənfi 1-in üstündə n. Sinus 2-də 1-i alır pi bölünsün 6-da üstə gəlirəm pi-nə və burada n də daxildir tam ədədə. Deməli belə bir variant da B variantında verilibdir. Sonra baxdıq növbəti 17-ci suala. 17-ci sual. Sinus 9x üstə gələk sinus 5x bərabərdir 5 kosinus 2x-ə. Sol tərəfi cəmin hasilə keçmə düsturundan istifadə edərək sadələşdirirəm. Alırıq 2 vuraq sinus 9 ilə elə birbaşa yazım sizə aydın olsun. 9x plus 5x bölünsün 2 vuraq kosinus 9x çıxaq 5x bölünsün 2 bərabərdir 5 kosinus 2x-ə. Sonra 2 sinus 7x vuraq kosinus 2x. 5 kosinus 2x'i də sola keçirirəm. Çıx 5 kosinus 2x bərabərdir 0 alırıq. Kosinus 2x'i kənara çıxartsaq, kosinus 2x kənara çıxartsaq, yerdə qalır 2 sinus 7x. Deməli 2 sinus 7x çıx 5 qalır. Buradan da bərabərdir 0-a. Buradan da hasilin 0 olması üçün bir dəfə bunu 0 edirik. Kosinus 2x bərabərdir 0-a. Bir dəfə də bu 0 olmalıdır. Yəni 2 sinus 7x çıx 5 bərabər 0. Bunun həlli yoxdur. Çünki sinus 7x bərabərdir 5 bölü 2 alırıq. Bu 5 bölü 2 birdən böyükdür. Yəni bunun həlli olmur. Sinus birdən böyük qiymət ala bilmir. Digərində isə 2x bərabərdir. Kosinüsün 0 olduğu yerlər pi bölü 2 üstə gəlinsin pi n'lərdir. Hər tərəf 2-yə bölsək x bərabərdir. Pi bölünsün 4 üstə gələr. Pi n bölünsün 2 və burada n daxildir tam ədədə. Bunu da veribdir. Deməli A variantında cavab olur A variantı. Sonra baxaq 18-ci suala. 18-ci sual. Deməli köçürüm 18-i. Kosinus x bölək 1 üstə gələk sinus x bərabərdir 0 tənliyinin mənfi 2pi və müsbət 2pi parçasında yerləşən neçə kökü var. Bu tənliyi həll etmək üçün sürəti 0 edərik. Kosinus x bərabərdir 0-a. Yəni kəsirin sürəti 0 olmalıdır ki 0 olsun. Bir də məxrəci 0-dan fərqli etməliyik ki mənası ola bilsin. 1 üstə gəl sinus x fərqlidir 0. Buradan alırıq sinus x fərqlidir mənfi 1. Kosinus 0 olmalıdır. Sinus mənfi 1-dən fərqli olmalıdır. Biz bilirik ki kosinus 0 olduqda sinus ya 1 olmalıdır ya mənfi 1. Mənfi 1 ola bilmədiyinə görə onda yerdə qalır ki bu iki dənə tənliyi ümləşdirsək, yəni bunun hər ikisini ümləşdirsək sinus x bərabərdir 1 tənliyi qalır. Yəni bu ödənməlidir.
Sinüs x həqiqətən də 1 olduqda mənfi 1 ola bilmir sinüs x və kosinüs x də 0 olur. Onda belə çıxır ki, x bərabərdir. Sinüs 1-i aldığı yerlər pi bölünsün 2, üstə gəlinsin 2 pi n'lərdir. Bunun mənfi 2 pi və 2 pi aralığındakı qiymətləri lazımdır, yəni kökləri lazımdır. Yazırıq mənfi 2 pi'dən böyük bərabərdir bizim tapdığımız kök. Üstə gəlir 2 pi n, kiçik bərabərdir müsbət 2 pi. Deməli, hər tərəfi 2-yə vururam. Daha doğrusu hər tərəfdən piləri silək geçsin. Və 2-yə də vuraq. Mənfi 4 kiçik bərabərdir. 1 üstə gələk 4n. 4n kiçik bərabərdir. 2-yə vursaq 4. Hər tərəfə mənfi 1 əlavə etsək. Mənfi 3. Mənfi 1 əlavə edəndə mənfi 5 eləyir. Mənfi 5 kiçik bərabərdir 4n. Kiçik bərabərdir 3. Hər tərəf 4-ə bölsəm, mənfi 5 bölünsün 4 kiçik bərabərdir n, kiçik bərabərdir 4-də 3. Və n də tam ədəd olduğuna görə, bu aralıqda yerləşən tam ədədlər 0-dır, 1 də mənfi 1-dir. 0 və mənfi 1 aparıb yerinə yazsaq, x bərabərdir, bir dəfə pi bölü 2 alarıq. Mənfi 1 də yazsaq yerinə, x bərabərdir, pi bölünsün 2, çıxaq 2 pi alırıq. Bu da mənfi 2-də 3 pi deməkdir. Deməli, burada 2 dənə kök alırıq. Cavab olur 18-də B variantı. Sonra baxaq növbəti 19-cu suala. 19-cu sualda sinusun kvadratı x minus 2 sinus x bölək x bərabərdir 0. Tənliyinin mənfi 2 pi, müsbət 2 pi parçasında neçə kökü var? Deməli, yenə eyni sualda bayaqki sual kimi həll edirik. Sürəti bərabər edirik 0-a. Sürətdən sinus x-i çıxarıram kənara. Sinus x-i çıxartdıq kənara. Yerdə qaldı sinus x minus 2. Bu bərabər 0 olmalıdır. Məxrəcdəki x də fərqli olmalıdır 0-dan. Buranı həll etsək, bir dəfə bu 0 olmalıdır. Yazıram sinus x bərabərdir 0. Bir dəfə də bu 0 olmalıdır. Sinus x bərabər 2. Sinus da 2-yə bərabər ola bilmir. Birincini həll etsək, x bərabərdir. Sinusun 0 olduğu yerlər pi n'lərdir. Deməli, aldığımız kökü gətirək burada nəzərə alaq. Mənfi 2 pi-dən böyük bərabər olmalıdır pi n. Kiçik bərabərdir 2 pi-dən. Hər tərəfi pi-yə bölürəm. Alıram mənfi 2-dən böyük bərabərdir n. Kiçik bərabərdir 2-dən. Buradakı həllər mənfi 2, mənfi 1, 0, 1, 2-dir. Gətirib yerinə yazıram. X bərabərdir mənfi 2 pi alırıq. X bərabər mənfi pi alırıq. X bərabər 0 alırıq. X bərabərdir müsbət pi və x bərabərdir 2 də yazanda 2 pi alırıq. Və biz burada qeyd etmişdik ki, x 2 pi olmamalıdır. Baxın, burada yazmışdıq. Onda bizə lazım deyil bu. Aşağıda yazdığımız x bərabərdir 0. Yerdə qalır 2 dənə kök burada, 2 dənə də kök burada. Cavab olur 4 dənə kök. C variantı. Sonra baxaq növbəti 20-ci suala. 20-ci sualda deməli 4 sinusun kvadratı x minus kosinus 2x bərabərdir 5 tənliyini həll edin. Yazırıq 4 sinusun kvadratı x minus kosinus 2x'in yerinə yaza bilərik. 1 minus sinusun kvadratı x, daha doğrusu 2 sinus kvadratı x, 2 sinusun kvadratı x bərabərdir 5. Burada sadələşdirmələr aparıram. Alıram 6 sinusun kvadratı x bərabərdir 6-ya. Alırıq sinusun kvadratı x bərabər 1. Bunu da yarım arqumentlə hesablasaq. 1 minus kosinus 2x bölünsün 2 bərabərdir 1-ə. Buradan kosinus 2x bərabərdir mənfi 1 alırıq. Bunun da həlləri 2x bərabərdir. Kosinusun mənfi 1 olduğu yerlər pi üstə gələk 2 pi n'lərdir. Hər tərəf 2-yə bölsək, x bərabərdir pi bölünsün 2, üstə gəlinsin pi n alırıq. Bunu da verib C variantında. Deməli, burada cavab olur C variantı. Sonra baxaq növbəti 21-ci suala. Funksiyaların kəsişmə nöqtələrinin apsilərini tapın. Ümumən funksiyaların kəsişmə nöqtələrini tapanda biz onları birgə həll edirdik. Yəni bunların da kəsişmə nöqtəsinin ordinatları bərabərdir deyə, yəni sol tərəflər bərabərdir deyə, sağ tərəflər də mütləqdir ki, bərabər olsun.
Onda yazırıq 2 kosinus x çıxaq pi bölünsün 6 bərabərdir kök altında 3 kosinus x-ə. Deməli, bunu düzəldim. Kök altında 3 kosinus x olmalıdır. Bizə bu tənliyin həlli lazımdır. Gəlin bunda sol tərəfi açaq cəm düsturundan və yaxud da kosinusun fərq düsturundan deyək. 2 vuraq. Deməli, bu belə olur. Kosinus x vuraq kosinus 30 dərəcə üstə gələk. Sinus x vuraq sinus 30 dərəcə bərabərdir kök 3 kosinus x-ə. Buradan alırıq 2 vuraq. Kosinus x dərəcə vuraq. Kosinus 30 dərəcədə alır kök 3 bölünsün 2. Üstə gələk sinus x vuraq. Sinus 30'da alır 2'də 1. Bərabərdir kök 3 kosinus x-ə. Bu 2'ni vurub atıram bunlara. Alırıq kosinus x qarşısında bir dənə kök 3. Çünki bu 2 ilə bu 2 ixtisar gedir. Üstə gələk. Bu 2'ni gətirib bura vursaq. Bundan da ixtisar gedər. Qalar üstə gələk sinus x bərabər kök 3 kosinus x. Hər tərəfdə kök 3 kosinus x var. Onları islah edirik. Qalır sinus x bərabərdir 0'a. Sinus x bərabərdirsə 0'a, x də bərabərdir. Sinusun 0 olduğu yerlər pi n'lərdir və n də daxildir tam ədədə. Deməli, burada cavab olur E variantı. Sonra baxaq növbəti 22-ci suala. 22-ci sual da eyni tip sualda. Bunları yenə bərabərləşdiririk. İlə birbaşa yazıram. 2 sinus x üstə gələk pi bölünsün 3 bərabərdir kök 3 kosinus x. Buradan alırıq 2 vuraq. Sinusun cəm düsturunu açsaq. Sinus x vuraq kosinus 60 dərəcə üstə gələk kosinus x vuraq sinus 60 dərəcə bərabərdir kök 3 kosinus x-ə. 2 vuraq. Deməli 2 vuraq. Bunların qiymətlərini yerinə yazıram. Kosinus 60 dərəcədə alır 2'də 1. Üstə gələk. Kosinus x vuraq. Sinus 60'da alır kök 3 böl 2. Bərabərdir kök 3 kosinus x-ə. Hər tərəfi 2'yə vururam. Yəni bu 2'ni daha doğrusu mötərizələrə vurub atırıq. Qalır sinus x üstə gələk. Kök 3 kosinus x bərabərdir kök 3 kosinus x. Kök 3 kosinus x-lər burada islah olur, gedir. Yerdə qalır sinus x bərabərdir 0'a. Sinus x də 0'a bərabərdirsə, onda x bərabərdir pi n'ləri yaza bilərik və n də burada daxildir. Deməli, sinus x-in 0 olduğu yerlər pi n'lərdir. N də daxildir, deməli tam ədəddir. Və burada da veribdir pi k katağıl tam ədəd D variantı. Sonra baxaq növbəti 24-cü suala. 24-cü sual. Köçürürəm 4 bölək pi vuraq arctangens tangens 8'də 7 pi üstə gələk tangens 2x bərabərdir 2'də 1 kosinus arc kosinus mənfi 2'də 1 üstə gələk pi bölünsün 3. Birinci başlıq ilə sağ tərəfdən arc kosinus mənfi 2'də 1'i biz hesablaya bilirik. Arc kosinusun mənfilərini belə hesablayırdıq. Pi çıxaq. Kosinus 2'də 1'i alırdı 60 dərəcədə. Yəni pi bölünsün 3'də. Bunu yazıram yerinə. Üstünə gələk bu yan tərəfdəki pi bölüçü. Buradan mənfi müsbət pi bölüşləri getdi. Qaldı kosinus pi. Kosinus pi'də də alır mənfi 1. Onda belə çıxır ki, bunun qiyməti mənfi 1 imiş. Yazırıq 4 bölək pi vuraq. Arctangens bir-birinin tərsidir və bu 8'də 7 pi mənfi pi bölgü müsbət pi bölgü arasında yerləşdiyinə görə birbaşa yazırıq 8'də 7 pi'nin özünü. Üstə gələk tangens 2x bərabərdir. Sağ tərəfdə də mənfi 2'də 1 almışıq. Buradan pi'lər gedir ixtisar. 4 ilə də bu gedir. Burada qalır 2. Alırıq tangens 2x bərabərdir mənfi 2'də 1 çıxaq 2'də 7. Bu da bərabərdir. Daha doğrusu 8'də 7 pi böl 2'dən böyükdür. Biz onu nəzərə almadıq, elə birbaşa yazdıq getdi. Deməli, oranı da nəzərə alaq.
Bu qalsın belə. Burada arctangens və tangensi biz siləndə biz bu ifadəni gətirib pi bölü 2 pi bölü 2-dən kiçik və mənfi pi bölü 2-dən böyük qiymətlər çoxluğuna salmalıyıq, yəni ora salmalıyıq. Gəlin görək onu ora necə sadələşdirib salırıq. Deməli, tangens 8-də 7 pi. Bunu belə yazıram. Arctangens, arctangens. Yerdə qalır tangens. Bunu yazarıq pi minus pi bölünsün 8. Yenə 8-də 7 pi eləyir. Üstə gələk tangens 2x bərabərdir mənfi 2-də 1. Sonra 4 bölünsün pi. 4 bölünsün pi vuraq. 4 bölünsün pi vuraq. Arctangens, arctangens. Buradan buranı trigonometrik funksiyanın çevirmə düsturuna sadələşdirsək, pi-də ad dəyişmir. Yenə qalır tangens. Bucağımız da pi bölü 8-dir. Amma buradakı 8-də 7 pi ikinci rübə düşdüyünə görə, ikinci rübdə mənfidir deyə bu mənfini yazıram bura. Üstə gələk tangens 2x bərabərdir mənfi 2-də 1-ə. Və arctangens də tək funksiyadır deyə bu mənfini biz götürüb çölə çıxara bilərik. Onda belə çıxır ki, bunu belə yaza bilərik. Mənfi 4 bölünsün pi vuraq. Artıq bununla bunu silə bilərik. Yerdə qalır pi bölünsün 8. Üstə gələk tangens 2x bərabərdir mənfi 2-də 1-ə. Buradan bununla bu ixtisar gedir. Qalır tangens 2x bərabərdir 0-a. 2x də bərabərdir tangensin 0 olduğu yerlər. Pi bölünsün 2 üstə gəlinsin. Deməli pi n-lərdir. Hər tərəfi də 2-yə bölsək x də bərabərdir. Alırıq pi bölünsün 4 üstə gəlinsin. Daha doğrusu tangens 0 olduğu yerlər pi bölü 2 deyil, elə pi n-lərin özüdür. Yerinə yazırıq pi n. Çünki pi bölü 2-də əsla təyin olunmuyor. Yəni o kobud bir səhv etmişdik. X də bərabərdir pi n bölünsün 2-yə. N də daxildir tam ədədə. Deməli, burada cavabı olur D variantı. Sonra baxaq 24-cü suala. Biraz tələskənlikdən öz dediklərimizə əməl etmirik. Baxaq 9 bölək pi vuraq. Arctangens, arctangens. Yerdə qalır tangens. 9-da 8 pi. Bunu da yazarıq elə bəri başdan pi minus 9-da pi kimi. Üstə gələk tangens 3x bərabərdir kosinus arccosinus mənfi kök 3 bölünsün 2. Üstə gələk pi böl 6. Bunu hesablayırıq. Birinci başlayıq yenə sağ tərəfdən. Biz buranın qiymətini hesablaya bilərik. Mənfi deyə pi minus kosinus kök 3 böl 2-ni alır 30 dərəcədə. Yəni pi böl 6-da. Yanında da 1 pi böl 6 var. Üstə gələn pi böl 6-nı bunlar ixtisar gedir. Qalır kosinus pi. Kosinus pi də elə bunu silib yerinə mənfi 1 yaza bilərik. Qaldı 9 bölək pi vuraq. Buranı sadələşdirsək əgər. Baxın, buranı sadələşdirsək trigonometrik funksiyanı çevirmə düsturundan qalır arctangens. İkinci rübdü deyə mənfi tangens pi böl 9 qalır və pi-də də ad dəyişmirdi. Üstə gələk tangens 3x bərabərdir mənfi 1. Tangens tək funksiyadır deyə mən bunu götürüb, yəni bu mənfini götürsəm, ata bilərəm rahatlıqla çölə. Onda belə çıxır ki, bunu yaza bilərik belə. 9 bölünsün pi, qarşısına mənfi vuraq. Bununla da bunu ixtisar aparıram. Yerdə qalır pi böl 9. Üstə gəl tangens 3x bərabər mənfi 1. Burada pilər gedir, 9'lar gedir. Alırıq mənfi 1 üstə gəl tangens 3x bərabər mənfi 1'ə. Və buradan tangens 3x bərabər 0 alırıq. Tangens 3x'i də 0 aldığı yerlər 3x bərabərdir pi n-lərdir. Və buradan da x bərabərdir pi n bölünsün 3'ə və n də daxildir tam ədədə. Deməli, burada da cavab olur B variantı. Sonra baxaq növbəti 25-ci suala. 25-ci sualdan bayaq yazmışdıq. Funksiyaların qrafiklərinin kəsişmə nöqtələrinin apsislərini tapmaq. Bərabərləşdiririk. 2 kosinus x çıxaq pi bölünsün 3 bərabərdir kök 3 sinus x. Deməli, sol tərəfi toplama düsturundan açırıq. Alınır belə, deməli
2 vuraq kosinus x kosinus 60 dərəcə üstə gələk sinus x sinus 60 dərəcə bərabərdir kök 3 sinus x. Sonra 2 vuraq kosinus x vuraq kosinus 60 dərəcədə alır 2-də 1 üstə gələk sinus x vuraq sinus 60 dərəcədə alır kök 3 böl 2 bərabərdir kök 3 sinus x də yazırıq yerinə. Mötərizəni açsaq alarıq kosinus x üstə gələk kök 3 sinus x bərabərdir kök 3 sinus x də var. Kök 3 sinus x-lər getdi, qaldı kosinus x bərabərdir 0-a. Buradan da x bərabərdir kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlsin pi n-lərdir və n də daxildir tam ədədə. Burada da veribdir C variantında. Sonra baxaq növbəti 26-cı suala. 26-cı sual funksiyalar nöqtələrinin kəsişmə nöqtələrinin apsislərini tapın. Yenə bərabərləşdiririk eyni üsulla. Yuxarıda yazdığımız kimi. Deməli 2 sinus x minus pi bölünsün 6 bərabərdir kök 3 sinus x-ə. Buradan alırıq 2 vuraq sinus x kosinus 30 dərəcə çıxaq kosinus x sinus 30 dərəcə bərabərdir kök 3 sinus x-ə. Qiymətləri yerinə yazıram. 2 vuraq sinus x vuraq kosinus 30 dərəcədə alır kök 3 bölünsün 2 çıxaq kosinus x vuraq sinus 30-da alır 2-də 1 bərabərdir kök 3 sinus x-ə. Açırıq 2-yə vurub bunları. Qalır kök 3 sinus x kök 3 sinus x çıxaq kosinus x bərabərdir kök 3 sinus x. Sağ və sol tərəfdə bunları islah aparırıq. Yerdə qalır kosinus x bərabər 0. Buradan da alırıq x bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlsin pi n-lərdir. Və n də daxildir tam ədədə. Cavab olur E variantı. Sonra baxaq növbəti 27-ci suala. 27. Sinusun kvadratı 3x üstə gələk kosinusun kvadratı x bərabərdir 1. Tənliyini həll edin. Bunu həll etmək üçün yarım arqument üstündən istifadə edək. 1 minus kosinus 6x bölünsün 2 üstə gələk 1 üstə gələk kosinus 2x bölünsün 2 bərabər 1. Hər tərəf 2-yə vursaq 1 çıxaq kosinus 6x üstə gələk 1 üstə gəl kosinus 2x bərabər 2 alırıq. Sağ və sol tərəfdə 2-ləri islah edirik. Qalır yerdə kosinus 6x bərabərdir kosinus 2x-ə. Bunu da belə həll edə bilərik. Deməli 6x bərabərdir 2x. Bunu aydın məsələdir. Kosinus 2x-i sol tərəfə keçib yenidən siz fərqi hasilə keçirib hər bir hasili sıfır edə bilərsiniz. Amma belə həll etmək daha yaxşıdır. 6x bərabərdir 2x üstə gələk 2pn. Bir dəfə də 6x bərabərdir mənfi 2x üstə gələk 2pn olmalıdır. Bunların da birləşməsi lazımdır bizə. Yəni bütün köklər lazımdır. Gətirək bunları həll edək. Buradan birincidən alırıq 4x bərabərdir 2pn-ə. Buradan x bərabərdir pn bölünsün 2-yə. İkincidən də 8x bərabərdir 2pn-ə. X bərabərdir. Daha doğrusu bunun birini n1-ni kan götürə bilərsiniz. Tutaq biri n1-dir, biri olsun n2. Da silməyək. Qalır pi n2 bölünsün deməli 4. Birincidə həllər misal üçün nümunə yazıram, siz biləsiniz birləşməsini, ona görə deyirəm. Birincidə həllər 0, 90, 180, 270, 360 və s. belə gedir. İkincidə isə 0, 45, 90, 135, 180, 225 və s. gedir. Fikir verirsinizsə, birincidə olan köklərin hər biri ikincidə var. Onda biz elə cavab ikincini götürə bilərik. Cavab olur A variantı. Pi k bölünsün 4 üstə gəl, daha doğrusu k da daxildir tam ədədə. Sonra baxaq növbəti 28-ci suala. 28-ci sual da eyni tipdir. Sinusun kvadratı 2x
üstə gəl kosinusun kvadratı 4x bərabərdir 1. Yazaq 1 minus kosinus 4x bölək 2 üstə gələk 1 üstə gələk kosinus 8x bölək 2 bərabərdir 1-ə. Hər tərəf 2-yə vursaq 1 çıxar kosinus 4x üstə gələk 1 üstə gələk kosinus 8x bərabərdir 2 almış oluruq. Hər tərəfdən 2-ləri islah edirəm. Yerdə qalır kosinus 8x bərabərdir kosinus 4x-ə. Bunu da belə həll edirik. 8x bir dəfə bərabərdir 4x üstə gəlir 2 pi-yə. Bir dəfə də 8x bərabərdir mənfi 4x üstə gələk 2 pi k yazaq bu səfər. Birincinin həlli x bərabərdir pi-yə bölünsün deməli 2-dir. İkincinin həlli x bərabərdir pi k bölünsün 6-dır. Birincidə həllər 0, 90, 180, 270, 360 və s. bu şəkildə gedir. İkincidə isə 0, 30, 60, 90, 120, 150, 180, yəni 30-30 gedir də. Bu şəkildə gedir. Fikir verirsinizsə, birincidə olan köklər ikincidə də var. Misal üçün 0, sonra 90, sonra 180 və s. Onda belə çıxır ki, biz elə ikincini götürə bilərik də cavab olaraq. Cavab olur B variantı. Deməli, pi k bölünsün 6 kalat tam ədəd. Sonra baxaq növbəti suala. 29-cu sual. 29. Yazıram 3 sinusun kvadratı x minus kosinusun kvadratı x bərabərdir 4 kosinus x-ə. Sinusu da kosinusa gətirək. Onda 3 sinus kvadratının yerinə yazıram. 1 çıxaq kosinus kvadratı x. Yerdə qalanlar köçürürəm. Kosinus kvadratı x bərabər 4 kosinus x-ə. Alırıq 3 çıxaq 4 kosinusun kvadratı x bərabər 4 kosinus x. Hamısını sağ tərəfə keçirsək 4 kosinusun kvadratı x üstə gələk 4 kosinus x çıxaq 3 bərabərdir 0-a. Buradan diskriminant bərabərdir b kvadrat 16 çıx, yəni üstə gəl olur. Burada c mənfidir. 12, 48 bu deyilir 64. Buradan alırıq kosinus x bərabərdir. Bir dəfə mənfi 4 üstə gəl 8 bölünsün 8. Buradan alırıq 2-də 1. Bir dəfə də kosinus x bərabərdir. Mənfi deməli 4 çıx 8 böl 8. Yəni alırıq mənfi 1 onda 5. Aydın məsələdir. Bu ikincinin həlli yoxdur. Kosinus x mənfi 1 onda 5 olmuş. Kosinus x 2-də 1-ə həll edirik. Buradan x bərabərdir. Plus minus. Kosinusun 2-də 1 olduğu yerlər 60 dərəcədir. Yəni pi bölü 3 üstə gəlinsin 2 pi n-lər. Bunu da veribdir C variantında. Sonra baxaq növbəti 30-cu suala. 30-cu sualda görək nə verilibdir. Kök altında 10 üstə gələk kosinus x. Üstə gələk kosinus x bərabərdir 2. Tənliyini həll edin. Kök altında 10 üstə gələk kosinus x bərabərdir 2 çıx kosinus x-ə. Aydın məsələdir ki, sağ tərəfdə kosinus x-in yerinə biz mənfi 1, müsbət 1 aralığında qiymətlər yazsaq, bu ümumi sağ tərəf müsbət olur. Və kökün altı da müsbət olur. Onda belə çıxır ki, heç bunu ona da fikir vermək lazım deyil. Bir dəqiqə burada deməli nəyə fikir verə bilərsiniz? Siz sağ tərəfin ən böyük qiyməti kosinus x mənfi 1 olanda olur. Sağ tərəfin ən böyük qiyməti 3-ə bərabərdir. Kosinus x-in yerinə mənfi 1 yazsaq. Sol tərəfin isə ən böyük qiyməti kosinus x-in yerinə mənfi 1 yazanda ən kiçik qiyməti 3 olur. Yəni mənfi 1 yazsaq 10 çıx 9 böl, bu da 3 eləyir. Onda belə çıxır ki, bunun həlli kosinus x elə bərabər mənfi 1 qiymətidir. Yəni digər qiymətləri yerinə yazanda bunlar heç vaxt bərabər olmur. Belə deyim də, misal üçün, əgər qrafik üzərindən özümüzdən bir qrafik çəksək, sağ tərəfin qiyməti, ən kiçik qiyməti deməli 3-ə bərabərdir. Daha doğrusu ən böyük qiyməti. Yəni bu belə olur. Misal üçün deyirəm.
qrafik seçsək əgər sağ tərəf. Sol tərəfin isə ən kiçik qiyməti 1-ə bərabərdir. Yəni o da ən kiçik qiymət 1-dirsə, tutaq ki belədir. Bunların yeganə kəsişdiyi yerlər bu y3 olan nöqtədir. O da yəni kosinus x -1 olanda olur. Onda belə çıxır ki x bərabərdir. Kosinusun -1 qiymətini aldığı yerlər pi üstə gəlinsin 2 pi n'lərdir. Bunu da veribdi E variantında. Cavab oldu E variantı. Bu biraz hiləli sualdır. Sonra baxaq 31-ci suala. Böyük ehtimalla cütlükdür deyə 31-ci sual da belədir. 31-ci sualda kök altında 8 üstə gələk kosinus x bərabərdir 4 çıxa kosinus x. Deməli, gəlin bunu həll edək. Kosinus x-ə biz -1 müsbət qiymətlər aldıra bilirik də. Kosinus x 1-dən kiçik, -1-dən böyük olur. Bunu mənfiyə vursam, alaram 1 böyük bərabər mənfi kosinus x. Bu səfər cəbri yolla yazıram, həndəsi yolla deyil. -1. Hər tərəfə 4 əlavə etsəm, 5 böyük bərabərdir 4 çıx kosinus x böyük bərabərdir 3. Bunun görürük ki, ən kiçik qiyməti 3-dür. Yəni bu tərəf ən kiçik 3 ala bilir. Ən böyük də 5. Gəlin kökün altına baxaq. Kökün altındakı ifadə kosinus x. Biz bilirik kiçik bərabərdir 1-dən, böyük bərabərdir -1. Hər tərəfə 8 əlavə etsəm, alaram 7 8 üstə gəl kosinus x kiçik bərabərdir 9-dan. Hər tərəf kök alsam, kök altında 7 kiçik bərabərdir kök altında 8 üstə gəl kosinus x. Bu da kiçik bərabərdir 3-dən. Fikir verirsinizsə, buranın da ən böyük qiymət 3-dür. Birində ən kiçik qiymət 3-dür, birində ən böyük qiymət 3-dür və bu 3-ü də almaq üçün kosinus x hökmən 1 olmalıdır. Və buradan da x bərabərdir. Kosinusun 1 olduğu yerlər 2 pi n'lərdir. N də daxildir tam ədədə. Burada da cavab olur B variantı. Baxaq növbəti 32-ci suala. 32-ci sualı bir neçə üsulla yaza bilərik. Bunlardan ən sadəsi kosinus x-i sağ tərəfə keçirib. Hər tərəf kosinusa bölməkdir. Alarıq tangens x bərabərdir 1 tənliyi. Buradan da x bərabərdir. Pi bölünsün 4 üstə gəlsin pi n'lər. Cavab olur A variantı. Sonra baxaq növbəti 33-cü suala. Üsullardan biri də bunları yazmaq. Əlavə arqument daxil etməklə trigonometrik ifadələri sadələşdirməyə əsaslanır. Deməli, sinus x deməli, getdi yuxarı. Sinus x minus kök 3 kosinus x bərabərdir 0. Bunu artıq dediyimiz üsulla da yaza bilərik. Və yaxud da hər tərəfi yenə kosinusa bölməklə də yaza bilərik. Vaxtımız çox getməsin deyə kosinusa bölərik. Qalar tangens x bərabər kök 3-ə. Buradan da x bərabərdir. Tangensin kök 3-ü aldığı yerlər pi bölünsün 3-lərdir. Üstə gəlsin pi n'lər. Burada da cavab olur A variantı. Sonra baxaq növbəti 34-cü suala. Kök 3 sinus x üstə gələk kosinus x bərabərdir 0-a. Hər tərəfi kosinus x-ə bölsək və yaxud da elə bəri başdan bölək. Kök 3 tangens x üstə gələk 1 bərabərdir 0-a. Buradan alırıq tangens x bərabərdir -1 böl kök 3-ə. Buradan da x bərabərdir mənfi tangens kök 3 böl 3-ü alır 30 dərəcədə. Üstə gəlirəm pi n'lər. Cavab olur A variantı. Sonra baxaq növbəti 35-ci suala. 35-ci sualda 2 kosinus kvadratı x bölünsün 2 bərabərdir kosinus x üstə gələk kosinus 2x. Hər tərəfə 1 əlavə edirəm. Daha doğrusu hər tərəfdən 1 çıxıram. -1 əlavə edirəm. Belə deyək. 2 kosinusun kvadratı x bölək 2 çıx 1 bərabərdir kosinus 2 üstə gələk kosinus 2x çıx 1. Buradakı sol tərəfdəki bu verilən ifadə kosinus x-in düsturudur. Yəni yarım 2 qat arqument düsturudur. Bərabərdir sağ tərəfdə də var kosinus 2 üstə gəl kosinus 2x çıx 1. Sağ və sol tərəfdən kosinus x-lər getdi. Yerdə qaldı kosinus 2x bərabərdir -1-ə. Buradan 2x bərabərdir. Kosinusun -1-i aldığı yerlər
pi üstə gəlsin 2 pi n'lərdir. 2-yə də bölsək x bərabərdir pi bölünsün 2 üstə gəlsin pi n'ə və n də daxildir tam ədədə. Bunu da bizə veribdir C variantında. Sonra baxaq növbəti 36-cı suala. Deməli 35-ci sual. Buradan sol tərəfə keçirdəndən müsbət olur. Daha doğrusu bu müsbət olur. Buranı biraz düzəldək. Bu səhvlik olub. Deməli burada olur 2 pi n'lər. X də bərabərdir pi n. Burada cavab olur D variantı. Onu silək. Sonra son anda fikrimdə qaldı o. Sonra baxaq 36-ya. 36-cı sualda deməli nə verilibdir? Yenə eyni tip sualda 2 sinusun kvadratı x bölünsün 2 bərabərdir kosinus 2x çıxaq kosinus x. Deməli bunu necə həll edirik? 2 sinus kvadratı x bölünsün 2 biz bilirik ki 1 çıxaq kosinus x deməkdir. Bərabərdir kosinus 2x minus kosinus x. Hardan bilirik onu? Biz bilirdik ki sinus x bölünsün 2 bərabərdir kök altında 1 minus kosinus x bölünsün 2. Hər tərəf kvadrata yüksəldib 2-yə vuranda qalır 1 minus kosinus x. Hər tərəfdə var, bunları silirik gedir. Qalır kosinus 2x bərabərdir 1-ə. Buradan da bayaq həll etmişdik ki x pi n olmalıdır. Deməli burada da cavab olur D variantı. Baxaq 37-ci suala. 37-ci sualda bir tərəfə keçirirəm və kosinusu çıxarıram kənara. Yerdə qalır 2 kosinus 2 minus kök 3 bərabər 0. Bu vurğulardan hər ikisi 0 olmalıdır. Yəni bir dəfə kosinus 2 bərabər 0 yazırıq. Bir dəfə də 2 kosinus 2 minus kök 3 bərabər 0 alırıq. Buradan x bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlsin pi n'lərdir. İkincidə isə kosinus 2 bərabərdir kök 3 bölü 2 alırıq və buradan da x bərabərdir. Kosinusun kök 3 bölü 2 aldığı yerlər 30 dərəcələrdə. Onda plus minus pi bölünsün 6 üstə gəlsin 2 pi k yazırıq və n də k da daxildir tam ədədə. Bunu da bizə veribdir A variantında. Yəni kökün ikisi də götürülür. Sonra baxaq növbəti 38-ci suala. 38. 2 sinus kvadratı 2 sinus kvadratı x bərabərdir kök 3 sinus x. Sinus x'i ortaq vuruq çıxarıram bir tərəfə keçirib yerdə qalır 2 sinus x minus kök 3 bərabərdir 0-a. Buradan alırıq sinus x bərabər 0 və bir dəfə də sinus x bərabərdir kök 3 bölünsün 2. Birincinin həlli x bərabərdir pi n'lərdir. İkincinin həlli isə mənfi 1-in üstündə n, daha doğrusu bu səfər k yazaq. Mənfi 1-in üstündə k vuraq pi bölünsün 3 üstə gəlsin pi k'lardır. Bunu da bizə veribdir deməli B variantında. Deməli burada da cavab oldu B variantı. Baxaq növbəti 39-cu suala. 39. Sinus 4x sinus 4x bərabərdir kosinusun kvadratı x minus sinusun kvadratı x. Sinus 4x bərabərdir. Sağ tərəf biz bilirik ki kosinus 2x'in açılışıdır. Sonra sinus 4x aça bilərik. 2 sinus 2x vur kosinus 2x. Kosinus 2x'in özünü sol tərəfə keçirirəm. Qalır çıx kosinus 2x, sağ tərəfdə 0. Kosinus 2x'i ortaq vuruq çıxarırıq. Yerdə qalır 2 sinus 2x çıx 1 bərabər 0. Vuruqları 0 etsək kosinus 2x bir dəfə 0 olmalıdır. Bir dəfə də 2 sinus 2x çıx 1 bərabər 0 olmalıdır. Yəni hər iki vuruq 0 olmalıdır. Kosinus 2x 0 olduğu yerlərdə 2x bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlsin pi n'lərdir. Hər tərəf 2'yə bölsək x bərabərdir pi bölü 4 üstə gəlsin pi n bölünsün 2 alırıq. Digər isə sinus 2x bərabərdir 2'də 1 alırıq ki. Buradan da 2x bərabərdir mənfi 1'in üstündə n vuraq pi bölünsün 6 üstə gəl pi k'lardır. 2'yə də bölsək alarıq mənfi 1'in üstündə n pi bölünsün 12 üstə gələk pi k bölünsün 2.
Bunu da görək harda verib. Bunu da verib C variantında, fikir verin. Eyni cavabdır. Sonra baxaq növbəti 40-cı suala. 40-cı sualda sinus 4x bərabərdir. Kök altına 3 kosinus 2x. Sol tərəfi 2 qat arqumentlə açırıq. 2 sinus 2x vuraq. Kosinus 2x bərabərdir. Daha doğrusu bunu da keçirək sol tərəfə. Kök 3 kosinus 2x bərabərdir 0-a. Kosinus 2x'i ortaq vuruq kimi çıxarıram kənara. Yerdə qalır 2 sinus 2x minus kök 3 bərabər 0. Vuruqları 0 etməliyik. Kosinus 2x bərabər 0-a. Bir dəfə də 2 sinus 2x çıx kök 3 bərabər 0-a. Birincinin həlli 2x bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölü 2 üstəgəl pi n'lərdir. 2'ye bölsək x bərabərdir pi bölü 4. Üstəgəl pi n bölünsün 2. İkincinin həlli sinus 2x bərabərdir. Kök 3 bölünsün 2 olmalıdır. Buradan 2x bərabərdir. Mənfi 1'in üstündə bu səfər n yazmırıq, yenə k yazırıq. Vuraq pi bölünsün 3 üstəgələk pi k. Hər tərəfi 2'ye bölsək x bərabərdir. Mənfi 1'in üstündə k. Pi bölünsün 6 üstəgələk pi k bölünsün 2. Bunu da veribdir. Deməli, görək hansı variantda var. Pi bölünsün 4. Fikir verirsə D variantında var. Sonra baxaq 41-ci suala. 41-ci sual. 1 minus kosinus 2x bölək sinus 2x bərabərdir 0. Bu tənliyin 0 olması üçün sürəti 0 olmalıdır. Kosinus 2x bərabərdir 0. Buradan kosinus 2x bərabər 1 olmalıdır. Məxrəcdə, yəni sinus 2x, bu da 0-dan fərqli olmalıdır. Kosinus 2x'in 1 olduğu yerdə aydın məsələ ki, sinus 2x 0 olur. Onda belə çıxır ki, belə bir halın baş verməsi mümkün deyil. Yəni kosinus 2x 1 olanda avtomatik sinus 2x 0'a bərabər olur. Bu da E variantına verilib, yəni bunun həlli yoxdur. Sonra baxaq növbəti 42-ci suala. Sinus 2x bölək 1 minus kosinus 2x bərabərdir 0-a. Kəsrin 0 olması üçün sürətindəki sinus 2x bərabər 0 olmalıdır. Məxrəcindəki kosinus 2x fərqlidir 1 olmalıdır. Deməli, sinus 2x 0'a bərabər olanda 2 hal mümkün olur. Biri kosinus 2x bərabər 1 olur. Bir də kosinus 2x bərabər mənfi 1 olur. Biz də dedik ki, kosinus 2x 1 ola bilməz. Onda 1 ola bilmirsə, onda bizə lazımdır kosinus 2x mənfi 1 olsun. Onda bunu da yaza bilərik. 2x bərabərdir. Kosinusun mənfi 1 olduğu yerlər pi üstə gəlsin 2 pi n'lərdir. Hər tərəf 2'ye bölsək x bərabərdir. Pi bölünsün 2 üstə gəlsin pi n. Deməli, burada cavab olur B variantı. Sonra baxaq növbəti 43-cü suala. 43-cü sual. Verib 3 kosinus kvadratı, 3 kosinus kvadratı x üstə gələk 7 kosinus x üstə gələk 4 bərabərdir 0. Tənliyinin 0, 185 dərəcə parçasındakı kökünü tapın. Kənarda kosinus x-ə bir t desək daha rahat olar. Əvəz etmə aparsaq və t də daxildir mənfi 1 müsbət 1 aralığına. Gətirib yerinə yazıram. 3t kvadrat üstə gəl 7t üstə gəl 4 bərabər 0. Diskriminant bərabərdir 49 çıxaq 4ac, bu deyilir 48 bərabərdir 1. T1 bərabərdir mənfi 7 üstə gələk 1 bölünsün 6, buradan alırıq mənfi 1. T2 bərabərdir mənfi 7 çıxılsın 1 bölünsün 6, buradan alırıq mənfi 8 bölü 6. Bu da bilirik ki, mənfi 1-dən kiçikdir deyə bu ola bilməz. Yəni kosinus mənfi 6'da 8 olmur. Onda yerinə yazsaq burada kosinus x bərabərdir mənfi 1 yazmış oluruq. Və buradan x bərabərdir kosinusun mənfi 1 olduğu yerlər pi üstə gəlsin 2 pi n'lərdir. Bizə lazımdır 0-185 dərəcə arasına daxil olsun. N'in yerinə 0 yazdıqda 2 0 bərabərdir pi alırıq bir dəfə. N'in yerinə daha doğrusu belə qalır. Bir dəfə də n'in yerinə deməli 1 yazsaq 3 pi alırıq. Bu da daxil olmur. Daxil olan bir dənə 2 0 bərabərdir pi olur. Yəni o da n bərabərdir 0 olduqda. Bu da E variantına verilib. Yəni kökü olur pi.
Yəni 180 dərəcə. Sonra baxaq növbəti 44-cü suala. 44-cü sualda da eyni tipdir. 3 sinusun kvadratı x üstə gələk 4 sinus x çıx 7 bərabərdir 0-a. Buradan sinus x-ə bir dənə t deyirik və t-ni də daxil edirik -1 müsbət 1 parçasına. Müsbət 1 parçasına. Əvvəl etməni yazıram 3t kvadratı üstə gələk 4t çıxaq 7 bərabər 0. Buradan diskriminant bərabərdir 49 üstə gələk 4 dəfə 3 12 12-ni də 7-yə vursaq 84. B kvadratını da səhv yazmışıq. Ümumən bunun asan bir həlli var. Yəni heç bir diskriminantı tapmağa gərək yoxdur. Ax kvadratı ilə bunu da buradan yazım. Ax kvadrat üstə gəl bx üstə gəl c bərabərdir 0 tənliyində. Əgər a üstə gələk b bərabərdirsə c-yə, onda bunun həllərindən biri, yəni x bərabərdir 1-ə. Onda digəri isə x bərabərdir c bölünsün a olmuş olur. Onda belə çıxır ki, bunun həlli biri 1-dir, digəri isə -7 bölünsün 3-dür. Biz də bilirik ki, -7 bölü 3 ola bilməz. Onda sinus x bərabərdir 1-i həll edirik. Buradan x bərabərdir. Sinusun 1 aldığı yerlər pi bölünsün 2 üstə gəlsin 2 pi-n'lərdir. Və bizə 0-108 dərəcə arasında daxil olan həll lazımdır. N-in yerinə 0 yazsaq 2 0 bərabərdir pi bölü 2 alaraq, yəni 90 dərəcə. Başqa digər qiymətlər yazanda bura düşmür. Çünki dövr 2 pidir. Cavab olur burada B variantı. Daha doğrusu B variantı niyə? 90 almışıqsa C variantı da. Sonra baxaq növbəti 45-ci suala. 45 dənə sualımız təxminən 1 saat 10 dəqiqə vaxtımızı aparıb. Tangens x üstə gələk kotangens x bərabərdir -2. Tənliyinin -pi bölü 2 0 aralığındakı kökün tapın. Ümumən biz trigonometrik funksiyalar yəni birinci bölmədə keçmişdik ki, tangens x üstə gəl kotangens x funksiyasının burada tangens x və kotangens x böyükdür 0 olduqda, yəni müsbət olduqda qiymətlər çoxluğu 2 müsbət sonsuzluğu idi. Bunu da bizim videolarımıza baxaraq görə bilərsiniz və yaxud da koşu bərabərsizliyindən gəlir bu. Yəni tangens x üstə gəlir kotangens x 2 ədədin ədədi ortası kiçik olmur. Bunların həndəsi ortasından, yəni tangens x vur kotangens x-dən. Bunu həll etsək tangens x üstə gəlir kotangens x-in 2-dən böyük qiymətlər aldığını görürük. Bizə yazıb -pi bölü 2 müsbət 0 aralığı. Yəni bu -pi bölü 2 0 aralığı 4-cü rüb deməkdir. 4-cü rübdə də bunlar mənfi alır. Yəni tangens x və kotangens x kiçik 0 olanda isə bunun qiymətlər çoxluğu mənfi sonsuzluqdan -2-yə kimi olur. Fikir versə, həmin aralıqda ən böyük qiymət -2 olur. Yəni bizə də -2-yə bərabərliyini veribdir. Bu da -2-yə bərabər olması üçün bunlar bərabər olmalıdır. Yəni tangens x və bərabər olmalıdır kotangens x-ə. Bunu həll etməliyik. Bunu da belə həll edə bilərik. Tangens x bərabərdir. Tangens pi bölünsün 2 minus x şəklində yaza bilərik. Buradan alırıq x bərabərdir. Pi bölünsün 2 üstə gələn çıxaq daha doğrusu 2 yazım. Çıxaq 2 üstə gələk pi-n. Buradan alırıq 2x bərabərdir. Pi bölünsün 2 üstə gəlsin pi-n. X də bərabərdir. Pi bölünsün 4. Pi bölünsün 4 üstə gəlsin pi-n bölünsün 2. Deməli bizə lazımdır bu aralıqdakı kök. Yəni bu mənfi olmalıdır. Yəni elə n-in yerinə bərabər -1 yazaq. X bərabərdir. Alarıq pi bölü 4 çıxaq pi bölü 2. Bu da -pi bölü 4 deməkdir. Deməli burada da cavab olur D variantı. Bu çox maraqlı və biraz da məntiqi mühakimə tələb edən sualdır. Sonra baxaq 46-cı suala. 46-cı sual. Verib bu tənliyi həll edin. Sinus kvadratı x üstə gələk 2 sinus x kosinus x bərabərdir 3 kosinusun kvadratı x. Hər tərəf kosinus kvadratına bölürəm. Alırıq tangensin kvadratı x
üstə gələk 2 tangens x bərabərdir 3. Buradan yenə tangens kvadratı x üstə gələk 2 tangens x çıxaq 3 bərabər 0. Bayaq yazdığımız kvadrat tənlik 2 var idi. Baxın, burada qeyd etmişdik. Eyni burada tətbiq edə bilərik onu. Burada da tangens x, deməli, tangens x bir kökü olur 1. Digəri isə tangens x bərabərdir mənfi 3-ə. Yəni mənfi 3 bölünsün 1, mənfi 3 edir. Birincinin həlli x bərabərdir pi bölünsün 4-dür. Üstə gəlirik pi-ni. İkincinin həlli isə mənfi arctangens 3 və yaxud da arctangens mənfi yazaq elə. Arctangens onsuz da tək funksiyadır. Mənfi 3 üstə gələk pi k yazaq bu səfər. Bunu da veribdir D variantında. Sonra baxaq növbəti 47-ci suala. 47-ci sual da eyni tip sualdır. 47. Hər tərəfi kosinus kvadratına bölüb birbaşa yazsaq, tangens kvadratı x üstə gələk 5 tangens x üstə gələk 6 bərabərdir 0-a. Aydın məsələdir ki, köklərə hasili 6 cəm mənfi 5 eləyən tangens x bərabərdir mənfi 3-dür və tangens x bərabərdir mənfi 2-dir. Bunların da həlli x bərabərdir arctangens mənfi 3 üstə gələk pi-dir. Digəri isə x bərabərdir arctangens mənfi 2 üstə gələk pi kal. Bunların hər ikisində veribdir, deməli D variantında. Sonra baxaq növbəti 48-ci suala. 48. 5 sinus kvadratı. 5 sinus kvadratı x çıxaq 3 sinus x kosinus x çıxaq 4 bərabərdir 0. Tənliyini həll edin. Hər tərəfi yenə bölək kosinus kvadratına. Buradan alarıq 5 tangens kvadratı x çıxaq 3 tangens x çıxaq 4 bölək kosinus kvadratı x bərabərdir 0. Biz də bilirik ki, 1 bölək kosinus kvadratı x bərabərdir 1 üstəgəl tangens kvadratı x-dir. Gətirib burada yerinə yazaq. Alırıq 5 tangens kvadratı x çıxaq 3 tangens x çıxaq 4 vuraq. 1 böl kosinus kvadratının yerinə yazıram. 1 üstəgəl tangensin kvadratı x bərabərdir 0-a. Mörtəzələri sadələşdirirəm. 5 tangens kvadrat x çıxaq 3 tangens x çıxaq 4 tangens kvadratı x bərabərdir 0-a. Buradan alırıq tangens kvadrat x çıxaq 3 tangens x çıxaq 4 bərabərdir 0-a. Biz də bilirik ki, hasili mənfi 4, cəm müsbət 3 eləyən tangens x bərabərdir. Biri 4-ün özüdür. Biri də tangens x bərabər mənfi 1-dir. Birincinin həlli x bərabərdir arctangens 4 üstə gələk pi n-dir. İkincinin həlli mənfi pi bölünsün 4 üstə gəlsin pi kalardır. Və n də k da daxildir tam ədədə. Mənfi pi bölünsün 4 üstə gəl pi k arctangens 4 üstə gəl pi n. Bunu da veribdir B variantında. Deməli 48-də də cavab oldu B variantı. Sonra baxaq 49-cu suala. 49-cu sual. 49-cu sualda da kosinus kvadratını ilə bölək bərbaşdan. Alarıq 3 tangens kvadratı x çıxaq kosinus kvadratına böləndə qalır tangens x bərabərdir 2-yə. 3 tangens kvadratı x minus tangens x çıxaq 2 bərabər 0. Bunu da həll eləsəz görərsiniz ki, bir kökü deməli mənfi 1-dir. Daha doğrusu mənfi 1 deyil, müsbət 1-dir. Müsbət 1-dir. Digəri isə tangens x bərabərdir. Digəri isə mənfi 2 bölünsün 3-dür. Birincinin həlli x bərabərdir. Pi bölünsün 4 üstə gəl pi n-lərdir. İkincinin həlli isə mənfi arctangens 3-də 2 üstə gəlinsin pi kalardır. Və n də k-da daxildir tam ədədə. Bunu da veribdir D variantında. Deməli 49-da da cavab oldu D variantı. Sonra baxaq növbəti 50-ci suala. 50-ci sualda kosinus üstü 4-ü belə yazaq. Kosinusun kvadratı x-in kvadratı çıxaq sinusun kvadratı x-in mörtəzədə kvadratı bərabərdir kosinusun kvadratı x.
Sol tərəfi müxtəsər vurma düsturundan fərqlərlə açsaq, yəni bir dəfə toplayıb bir dəfə çıxmalıyıq. Birinci mötərizədə kosinus kvadratı x çıx sinus kvadratı x yazaq. İkinci mötərizədə kosinusun kvadratı x üstə gələk sinusun kvadratı x olur. Bərabər kosinusun kvadratı x də var. Aydın məsələdir ki, bura 1 verir. Onda bir dənə qalır. Bura 1 verir. Hətta birinci mötərizə. Bu da kosinus 2x-in düsturudur. Onda alırıq kosinus 2x bərabərdir kosinusun kvadratı x-ə. Kosinus 2x-in də düsturunu açıb yaza bilərik. 2 kosinusun kvadratı x minus 1 bərabər kosinusun kvadratı x-ə. Bunu sol tərəfə keçirsək, alarıq kosinusun kvadratı x bərabərdir 1-ə. Bunda yarım arqument düsturundan istifadə edirik. 1 üstə gəlir kosinus 2x bölünsün 2 bərabərdir 1-ə. Buradan kosinus 2x bərabərdir. Deməli 1 alırıq. Buradan da 2x bərabərdir. Kosinusun 1 olduğu yerlər 2 pi n'lərdir. X də bərabərdir. Pi n olmuş olur. Deməli 50-ci sualda da cavab oldu C variantı. Baxaq növbəti 51-ci suala. 51-ci sual. 51-ci sualda da yenə eyni tip sualdır. Əvvəlcə hər tərəf mənfiyə vururam. Alınır kosinus üstü 4x. Çıxaq sinus üstü 4x. Bərabərdir mənfi sinusun kvadratı x. Buranın müxtəsərlə yazsaq kosinusun kvadratı x. Çıxaq sinusun kvadratı x. Və bir dəfə də kosinusun kvadratı x üstə gəl sinusun kvadratı x olur. Bərabərdir mənfi sinusun kvadratı x-ə. Bura aydın məsələdir ki 1-dir. Burada kosinus 2x-dir. Kosinus 2x-dir. Onda alırıq kosinus 2x bərabərdir mənfi sinusun kvadratı x-ə. Kosinus 2x'in sinusla bağlı düsturu 1 minus 2 sinusun kvadratı x bərabərdir mənfi sinus kvadratı x-ə. Buradan alırıq sinusun kvadratı x bərabərdir 1-ə. Yarım arqument düsturundan 1 minus kosinus 2x bölünsün 2 bərabərdir 1-ə və kosinus 2x'i buradan alırıq. Deməli mənfi 1. 2x də bərabərdir kosinusun mənfi 1 olduğu yerlər pi üstə gəlsin 2 pi n'lərdir. X də bərabərdir pi bölünsün 2 üstə gəlsin pi n və burada n daxildir tam ədədə. Deməli 50-ci sualda da cavab olur B variantı. Daha doğrusu 51-ci sualda cavab olur B variantı. Sonra baxaq növbəti 52-ci suala. Verib bu tənliyi həll edin. 52. Kotangens 2x, kotangens 2x üstə gələk sinusun kvadratı 5x bərabərdir mənfi kosinusun kvadratı 5x. Bu mənfi kosinus kvadratı 5x'i mən sol tərəfə keçirirəm. Alınır kotangens 2x üstə gələk sinusun kvadratı 5x üstə gələk kosinusun kvadratı 5x bərabər 0. Verilmiş bu iki dənə cəm bizə 1 verir. Alırıq kotangens 2x bərabərdir mənfi 1. Sağ tərəfə keçirsək, buradan alırıq 2x bərabərdir. Kotangensin mənfi 1 olduğu yerlər mənfi pi bölü 4'dür. Üstə gəlirəm pi n'ləri. Hər tərəfi 2'yə bölsək x bərabərdir mənfi pi bölünsün 8. Üstə gəlinsin pi n bölünsün 2. Burada da cavab olur B variantı. Sonra baxaq növbəti suala. Görək 53-cü suala. 53-cü sualda verib kosinus 2 üstə gələk 3 sinus 2 bölək 2 kosinus 2 üstə gələk sinus x bərabərdir 3-də 4-ə. Tənasüb kimi həll edirəm. Yəni çarpaz vururuq. 3 kosinus 2 üstə gələk 9 sinus 2 bərabərdir 8 kosinus 2 üstə gələk 4 sinus x. Sinus x'i sol tərəfə keçirirəm. Alırıq 5 dənə sinus 2. Buradakı kosinusu sağ tərəfə keçirirəm. Alırıq 4 dənə, daha doğrusu 4 dənə deyil, elə bu da 5 dənə edir. 5 dənə kosinus x. 5'lər ixtisar gedir. Hər tərəfi kosinusa bölürəm. Alırıq tangens x bərabərdir 1-ə. Tangensin də 1 olduğu yerlər x bərabərdir pi bölünsün 4 üstə gəlsin pi n'lərdir. Burada n də daxildir tam ədədə. Demək cavab oldu burada C variantı. Sonra baxaq növbəti 54-cü suala.
54-cü sual da eyni tip sualdır. Çarpaz vurmalıyıq. Əvvəlcə köçürək. 2 kosinus 2 üstə gəl sinus 2 bölək 3 sinus 2 üstə gələk kosinus 2 bərabərdir mənfi 2-də 1. Çarpaz vururuq. Alırıq mənfi 3 sinus 2 çıxaq kosinus 2 bərabərdir 4 kosinus 2 üstə gələk 2 sinus x. Kosinusları bir tərəfə keçirsək alarıq mənfi 5 kosinus 2 bərabər sinusları da bir tərəfə keçirsək müsbət 5 sinus x. Buradan alırıq tangens x bərabərdir mənfi 1. X də bərabərdir mənfi pi bölünsün 4 üstə gəlinsin pi n'lər. Bunu da veribdir deməli A variantında. Cavab burada olur A variantı. Sonra baxaq növbəti 55-ci suala. 55. 2 sinusun kvadratı 2x üstə gələk kosinusun kvadratı 2x bərabərdir 4-də 7. Tənliyini həll edin. Deməli 2 sinus kvadratı 2x'i belə yazıram. Sinusun kvadratı 2x üstə gələk sinusun kvadratı 2x, yəni ayrı-ayrı yazdıq. Üstə gəl kosinusun kvadratı 2x də var. Bərabər 4-də 7. Fikir verirsə bu 2 dənə cəm bizə 1 verir. Onda qalır sinusun kvadratı 2x üstə gəl 1 bərabərdir 4-də 7. Buradan alırıq sinusun kvadratı 2x bərabərdir 4-də 3. Sinus kvadratı 2x'i də yaza bilərik. 1 çıx kosinus 4x bölək 2 bərabərdir 4-də 3-ə. Buradan hər tərəf 2-yə vursaq burada qalar 2. Alırıq 1 minus. Biraz sərgəli yazım. Deməli alırıq 1 minus kosinus 4x bərabərdir 2-də 3. Bu da aydın məsələdir ki, buradan kosinus 4x bərabərdir mənfi 2-də 1 olmalıdır. 4x bərabərdir kosinus mənfi 2-də 1'i. Deməli alır. Bunu belə yazırıq. Plus minus arc kosinus. Deməli arc kosinus mənfi 2-də 1 üstə gəlinsin 2 pi. Gəlin ayrıca arc kosinus mənfi 2-də 1'i hesablayaq. Bu pi çıxaq. Kosinusun 2-də 1 aldığı yerlər 60 dərəcədir. Bu eləyir 3-də 2 pi. Gətirib yerinə yazsaq alarıq belə 4x bərabərdir plus minus 3-də 2 pi üstə gəl 2 pi. Hər tərəf 4-ə bölsək x bərabərdir plus minus 2 gedər məxrəcə 6 düşər. Pi böl 6 üstə gəlinsin pi bölünsün 2 və burada n də daxildir tam ədəd. Cavab olur burada D variantı. Sonra baxaq 56-cı suala. 56-cı sualda da birbaşa yazıram. 1 üstə gəl kosinusun kvadratı 2x bərabər 4-də 7 olur. Buradan da alırıq kosinusun kvadratı 2x bərabərdir 4-də 3. 1 çıxaq kosinus, daha doğrusu 1 üstə gəlir kosinus 2x bölək 2 bərabərdir 4-də 3-ə. Bunlar ixtisar gedər 2 qalar. Qalar kosinus 2x bərabərdir 2-də 1. Buradan da alırıq 2x bərabərdir. Kosinusun 2-də 1 aldığı yerlər plus minus pi bölünsün 3'dür, yəni 60 dərəcə. Üstə gələk 2 pi. Hər tərəfdə 2'yə bölsək x bərabərdir plus minus pi bölünsün 6 üstə gəlinsin pi n'lər. Burada n də daxildir tam ədədə. Bunu da bizə veribdir. Deməli heç bir yerdə. Bizim səhvliyimiz burada arqumentin 2x bizsə x götürməyimizdədir. Onda bunları düzəldim əvvəldən 2x, onda burada 4x eləyir. Burada 4x, burada 4x eləyir. Və biz 4'ə böləndə bu məxrəc buranı da silək. Deməli 4'ə böləndə pi bölünsün 12 alırıq plus minus. Üstə gələk pi bölünsün 2. Yəni, bu variant var artıq A variantında verilibdir. Deməli sonra baxaq növbəti 57-ci suala. 57-ci sualda görək nədir? Tangensin kvadratı 2x bərabərdir 1 bölək kosinusun kvadratı 2x. Çıxaq tangens 2x. Tangensin kvadratı 2x bərabərdir 1 bölü kosinus kvadratı 2x'in yerinə yaza bilərik. 1 üstə gələk tangensin kvadratı 2x. Çıxaq tangens 2x də var.
Hər tərəfdən tangens kvadratı 2x-ləri islah edirik. Yerdə qalır tangens 2x bərabərdir 1 tənliyi. Buradan 2x də bərabərdir. Pi bölünsün 4 üstə gəlinsin pi n'lər. X də bərabərdir pi bölünsün 8 üstə gələk pi n bölünsün 2. Onu da veribdir E variantında. Sonra baxaq növbəti 58-ci suala. Görək 58-dən nə deyir? 2 kosinus x üstə gələk 10 dərəcə. Bu sinusla olanı keçirirəm sağ tərəfə, olur sinus və 100-ü yazıram 90 dərəcə, yəni pi bölü 2 üstə gələk 10 dərəcə üstə gələk x. Buradan alırıq 2 kosinus x üstə gəl 10 dərəcə bərabərdir. Digərini sadələşdirsək alarıq kosinus pi bölü 2-nin üzərindən nəsə gəldiyimizə görə gedib düşür ikinci rübə və ikinci rübdə bu sinus ikinci rübdə müsbət ilə işarə olduğu kimi qalır. Qalır 10 üstə gəl x. Və bunun da həlli kosinus x plus 10 dərəcə bərabər 0 olmalıdır ki, sağ və sol tərəflər 0 olsun. Yəni bu da 0 olmalıdır, bu da 0 olmalıdır. Onda belə çıxır ki, x plus 10 dərəcə bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlinsin pi n'lərdir. X də bərabərdir. 90-dan 10 çıxsaq qalar 80 dərəcə. Elə pini də çevirək yazaq. 180 dərəcə vuraq in. Bunu da veribdir B variantında. Sonra baxaq növbəti 59-cu suala. 59-cu sual. Deməli, tangens kvadratı 2x çıxaq sinus x bərabərdir 1 bölək kosinusun kvadratı 2x çıx 1/5. Alırıq tangensin kvadratı 2x minus sinus 2x bərabərdir 1 bölü kosinus kvadratı 2x'in yerinə yenə yazırıq 1 üstə gəl tangens kvadratı 2x çıx 1/5 də var. Hər tərəfdən tangens kvadratı 2x'ləri islah edirik. Alırıq mənfi sinus 2x bərabərdir mənfi 0/5. Buradan alırıq sinus 2x bərabərdir 2-də 1. X də bərabərdir mənfi 1-in üstündə n pi bölü 6 üstə gələk pi n. Cavab olur D variantı. Baxaq növbəti 60-cı suala. 60-cı sualda yazırıq kosinus x çıxaq kotangensin kvadratı 2x bərabərdir 1/5 çıxaq 1 bölü sinus kvadratının yerinə yazaq 1 üstə gəl bu səfər kotangensin kvadratı 2x. Kosinus 2x çıxaq kotangensin kvadratı 2x bərabərdir 1/5 çıxaq 1 çıxaq kotangensin kvadratı 2x. Hər tərəfdən kotangens kvadratı 2x-ləri islah edirik. Yerdə qalır kosinus 2x bərabərdir 2-də 1. Bunda həlli x bərabərdir plus minus pi bölünsün 60 dərəcə, yəni 3 üstə gələk 2 pi n. N də daxildir tam ədədə. Burada da cavab olur C variantı. Belə video çox uzun olanda deməli izləyicilər də yorulur. Ona görə videonu yekunlaşdırıram. Videonun əgər davamının gəlməsini istəyirsinizsə, yəni 61-ci sualdan axıra qədər çəkməyimi istəyirsinizsə, şərh bölməsində bildirə bilərsiniz və kanala da abunə olmağı unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.